Salam yoldaşlar, davam edirik denəmə 20 ilə Puza Test Bankından. İlk məd sualımızda nə deyir? Belə bir kvadratlar verib. Bunlar çox vaxt bir-birinə oxşuyur. Ehtiyac yoxdur bunları ayrı-ayrı hesablamağa. Nə gördük buradan? Gəlin böyük olanı kiçik ilə əlaqələndirək. 2-nin üzərinə 1 plus 1 vurulsun 1 yazmaq olar. 3-ün yerinə 2 plus 1 vurulsun 2. Niyə belə yazıram? Vurub açanda o kvadratları görəsiz deyə. 3 plus 1 vurulsun 3. Axırıncısı da 20 plus 1 vurulsun 20. Yəni bizdə n-in qiyməti sən demə nəymiş? 1 plus 1 vuranda 1-in kvadratı üstə gəlinsin 1 kimi. O biri 2-nin kvadratı plus 1. Davamında 3-ün kvadratı plus 1. Üstə gəl nöqtə. Axırıncısı da 1 dediyim şey üstə gəl özüdür. Daha doğrusu 2. Üstə gəlinsin 3. Üstə gəlinsin axırıncısı da 20-nin kvadratı üzərinə gəlinsin 20 kimi. Misal indi bizdən nə istəyir? N çıxılsın m. Onu da n-in qiymətlərindən m-in qiymətini çıxsaq. Baxın, n buradadır, m də buradadır. Bunları fikir verin, sistem kimi tərəf-tərəfə çıxsaq, onsuz da eyni şeylər bir-birini siləcək. M kvadrat, 1 kvadratlar gedər, 2-nin kvadratı, 3-ün kvadratı, ta ki 20-nin kvadratına qədər. Onda n-dən m çıxanda m sırasında bir şey qalmır. Fikir verin, orada bir şey qalmadı. Əlimizdə nələr qalır? 1, 2, 3, ta ki 20-yə qədər cəm. 1 üstə 2 üstə 3 üstə gəlsin, nöqtə 20. Bunu da oturub dənə-dənə toplamırıq. Cəm formulamızdan birinci üstə gəlsin, axırıncı bölünsün. 2-yə vurulsun n. 1-dən 20-yə qədər ardıcıl olsa 20-dən ədəd var. Gedib saydı üsulunda tapmırıq. İxtisar 10, 21-də 10-a vuraq 210. B variantı. Sonra gəldik 47-yə. Deməli 2 bölünsün 1-dən 4-də 3 çıxanda 4-də 1. Üstə gəlinsin 3-də 4-də 3-dən də 1 çıxanda mənfi 4-də 1 də buradan yaransın. Böləcəklər 2-də 1-ə, yəni vuraq tərsinə də, vuraq 2-yə, çıx 6-da 5. Bu sıra nə olur? Tərsinə qalsın 4, üstə gəlinsin, çıxılsın 4-də 1 vurulsun 3-də 1 kimi. Vur 2, çıx 6-da 5. 2-ni 4-ə vuruq 8, mötərizəni də vurub 2 açsaq 16, çıxılsın. 4-dən 2 ixtisar geçsin 2, 3, 6-da 1 olsun, çıxılsın 6-da 5. Bu hissəni toplayanda mənfi 6-da 6, yəni mənfi 1. 16 çıx 1 də verər yekun 15. Y variantı. Eyni məxrəci gətirmirik. 5-i nəyə böləndə 1 eləyər? 5-ə. Sonra bunu gəlin köçürdək. 3 çıxılsın, 2 bölünsün, 4 çıxılsın, 1 bölünsün, x minus 1-in sən demə yerində 5 dayanmalıdır. Bunu dairəyə alsaq. 3-dən nə çıxanda 5 eləyir? Mənfi 2. Bunu köçürdürük. 2 bölünsün, 4 çıxılsın, 1 bölünsün, x minus 1 bərabər olsun mənfi 2. Davamında bu hissəni dairəyə alırsan. 2-ni nəyə böləndə mənfi 2 eləyir? Təbii ki, mənfi 1-ə. 4 çıxılsın, 1 bölü x minus 1 bərabər mənfi 1-ə. Ən sonda bunu dairəyə alsaq. 4-dən nə çıxanda mənfi 1 eləyir? 5 çıxanda. 1 bölünsün, x minus 1 bərabərdir 5-ə. Çarpaz vuraq 5x çıx 5 bərabər 1-ə. 5x bərabər 6-ya. X də olsun 6 bölü 5. O da D variantı. Getdik 49-a. İndi bunu tərəf-tərəfə vursaq yaxşı olar. 2-nin bir 5-in qüvvətləri bir yan-yana yığılsın. Vursaq 2-nin üzəri olur x plus y. Vurulsun eyni qaydada 5-in üzərində x plus y. Bu 25.000-i necə yazaq? 2-nin qüvvəti ilə. 25 vurulsun, 100-ün yerinə nə yazaraq? 25 vurulsun 4 kimi. Bu 40.000-i də belə yazarıq. Vurulsun 4, vurulsun 1000-in də yerinə 2 dənə 25 vur 4 var. 25 vur 4, təzdən 25 vur 4. İndi bunu hesablayaq. 2-ni 5-ə vuranda üstlər eynidə əslində heç belə parçalamasaydıq da olardı. Heç bu sağ tərəf parçalamayaq gəlin. 2-ni 5-ə vuranda 10 eləyəcək axı. Bu əmsalları ilə bir-birinə vuraq. 25-i 4-ə vuranda 100. Yanında da neçədən 0? 2 buradan, 4 buradan, 6 dənə də 0 buradan gəlsin. 2, 4, 6. Onda onun üzərində x plus y bərabər olsun. Onun üzərində burada 8 dənə 0 olur. Əsaslar eynidə at geçsin. X plus y də bərabər 8-ə. Bu da bizdən x plus y istəyir. Y variantı. 50-ci sualımız. Kvadrat kökü də silir, mənfini də silir. Tək dərəcə təkcə burada kökü silir, mənfi ilə işi yoxdur. Cüt dərəcə bunu ayıraq. Buradan nə qaldı? 7 çıxılsın 2, çıxılsın 4-cü dərəcədən mənfi 2-nin üstü 4.
müsbət 2 üstü 4 vurulsun 4'ün kvadratında yerine 2 üstü 4 yazmaq olar. Yəni bunlar birləşir. 2 üstü 4 vur 2 üstü 4. 2 üstü 8 yazaq da birbaşa. Üstlər toplansın. Bu da ixtisar geçsin. Qalsın 2'nin üstü 2. 7 çıx 2 çıx 4. Qalır sonda 1. C variantı. 51 kök sualımız. Bu kökləri belə saxlamayaq. Bir dənə kökün içine salaq. Bu 2 içəriyə girsin. Olsun kök. Sonra 3-cü dərəcə. 2'ni 3-cü dərəcədən salanda 8 kimi olur. 8 vur 4'də 1. Yanında 5-ci dərəcədən 8. Buradan ixtisar gedir. Qalır ki, aşağıda ilə 3-cü dərəcədən ikisi var. Bərabərdir. Misal hal-hazırda nə formadadır? Bu quyruqlar bir-birinə vurular. Gizlənmiş 2 var orada. 6-cı dərəcədən 2, yanında 5-ci dərəcədən 8. Bu da 3-cü dərəcədən 2. Bu 2 içəriyə girməlidir. Yəni olmalıdır. 6-cı dərəcə, sonra 5-ci dərəcə, 2'nin üstü 5, vurulsun 8'in də yerinə yazırıq 2'nin kubu kimi. Aşağıda ilə 3-cü dərəcədən 2 qalsın. Bu da bərabərdir. Köklərin quyruqları bir-birinə vurular. 30-cu dərəcədən 2'nin üstündə toplanır 8. 3-cü dərəcədən 2. Bunu da gəlin kəsrə keçirdək ki, üstləri çıxa bilək. 2'nin üzərində 8 bölü 30. Bu da 2'nin üzərində, bunu seçiyorsa 1. 1 bölü 3. Üstlər çıxılsın, onda sonda olsun 2'nin üzərində. Bu da ixtisar geçsin 4, 15. 4 bölü 15 çıxılsın 3'də 1'dir. Bu da bərabərdir. 2'nin üstündə 15 ortaq məxrəc. Bura 5 gəlsə, 4'dən də 5 çıxanda mənfi 1. Yəni 2'nin üstündə mənfi 15'də 1. Y variantı. 52'ye gələk. Sistem və çarpanlara ayırma. Buranın düstur kimi açanda onlar A minus B. Vurulsun. A'nın kvadratı plus AB plus B kvadrat bərabərdir 184'ə. A çıx B hissəsini yerinə gətirib 4 qoyuruq. Sonra A kvadrat plus B kvadrat bizdə yoxdur. Onu da gəlib kənarda hesablayırıq. Yəni normalı var, kvadratı yoxdursa biz gedib bunu kvadrata yüksəldək. Düstura görə açanda onlar A kvadrat üstə B kvadrat çıx 2AB bərabər 16. A kvadrat üstə B kvadrat da bərabər olar 16 çıxılsın 2AB-yə. Yəni bu hissəni yerinə gətirib onu köçürdəcəyik. Onda olur 4 vurulsun 16 çıx 2AB. Bir dənə də bunun öz plus AB-si qalıb, bax onu silməmiş. Plus AB bərabər 184. 184'ü 4'ə bölsək 16 çıxılsın AB bərabər olar 4 dəfə, 24'ün də içində 6 dəfə. AB də bərabərdir mənfi 30'a. Boy. Hesab səhvi mi elədim? Bir dənə yoxlayaq. 16 çıxılsın 2 hesab səhv eləmişəm. Bu tərəfə atanda plus 2AB olur. Bir dənə düzəldək. Plus 2AB plus 3AB. 3AB bərabərdir sonda mənfi 30'a. Daha doğrusu müsbət 30'a. AB'miz də olar 10. Cavab var imiş. Y variantı. Gəldi 53'ə. Nə verib, nə istəyir? 40 belə bir aralıqdadır. Daha doğrusu 13 bölünsün B. Bütün sıranı B'ye vursaq mı? Bunu vursaq 20 dənə AB bərabərdir 13 deyilən bir şey olur. Bütün sıranı B'ye bölsək belə olacaq. 20A bərabərdir 13 bölünsün B. Düzdür? Bu ifadəni yaradandan sonra 13 bölü B'nin yerinə 20 bölü A köçürdürəm. Yəni 40 kiçikdir, daha doğrusu 20A. Kiçikdir 140A. Hər tərəfdə 20'yə bölsək 2 kiçikdir A, kiçikdir 7. A'nın da mümkün qiymətləri 2 ilə 7'nin arasında nə var? 3, 4, 5, 6. Bunların toplamını istəyir. 10 oradan 8, oradan 18. B variantı. Taban lazım deyil. 55 işləmdir. Bu da düşmür. Heç bunu nəyə yazırsaq. Modülər aritmetik düşmədi. Trigonometriya düşmür. Limit, daha doğrusu limit. Terimlər. Türevlənir, matrislənir, integrallanır, loqaritmlənir. Gəldik. Gəlmədik. Sinus görməyəsiz. Kosekans funksiyası görməyəsiz. Kompleks görmürük, amma 67-ni yaza bilərik. Bərabərsini necə həll edirik? Birincisi, modul gördüyünüz bu hissəni ulduzlayın. Bu heç vaxt kökün intervalın içinə girməz. Sonra başqa da bir ixtisarınız yoxdursa, bütün kökləri 0'a bərabərləsək, x bərabər mənfi 3 köküm var. X bərabər 0, bərabər dediyimə baxmayın da, məxrəc onsuz da 0 olası deyil ki, fərqli deyil.
X kvadrat çıx 2-dən də x fərqlidir 2, x fərqlidir -2. Bir də yuxarıdan da x bərabər 1 o modula görə olanı yenə də ulduzlayıram. Gəlib ədəd oxunda intervalda bu qiymətləri göstərir. Nəyimiz var? -3, -2, sonra 0, 2. Heç birində içi dolu deyil, çünki altında xət yoxdur. Müsbət, mənfi, müsbət, mənfi, müsbət göstərsək, bizə də nə lazımdır? Kiçik hissələr. Mənfi hissələri dairəyə aldıq. Həllimiz əslində nədir? -3, -2 arası, tam ədədlər istəyir, özdə deyir. Birləşsin, 0, 2 arası. Elədir. İndi bir də deyir ki, x-in 1 olmasını yoxlayaq. X-in yerinə 1 qoyanda bura olur 0, 0 0-a bərabər deyil. Kənarda çıxardırıq. X deyir ki, 1-dən fərqli olmalı. Yəni çıxılsın 1 nöqtəsi, 1-i götürə bilməyəsən. -3 ilə -2-nin arasında bir tam ədəd yoxdur. Bura getdi. 0 ilə 2-nin arasında elə yazdıq, bir dənə 1 var idi. Bu 1 ilə də 1 getdi. Yəni boş çoxluq. Sən buradan tam ədəd götürə bilmirsən. Ancaq vergüllü ədəd götürürsən. B variantı qəşəng sual idi. Matris. Gələk çarpanları ayırmamıza. Burada nə edə bilərik? X çıxılsın Y-ə bir T desək, nəyəsə oxşuyur. Gəlin bunu T kvadrat üstə gəlsin 5T çıxılsın 50 kimi parçalamağa çalışaq. Hasilə 50 olan hansı köklər var? 5 ilə 10 var. Toplamı da -5-dirsə, müsbət 5, -10-dur deməli sənin köklərin. Yəni qısası x çıxılsın Y-ə bir T deyiriksə, bu misal nəyə çevrilir? Olur T kvadrat üstə gəlinsin 5T çıxılsın 50. Aşağıda da onsuz x çıxılsın Y-in mötərizə kvadratı var. Harada x çıxılsın Y görsən T yaz. Burada olur T kvadrat çıx 25. Yuxarını sadələşdiririk bu köklərə görə. V7-dən alınan köklər həmişə deyirik ki, əks işarə ilə girir mötərizənin içinə. Yəni x çıxılsın, T, x nə idi? T çıxılsın 5. T üstə gəlinsin 10. Bölü, aşağıda T çıx 5, T plus 5. Buradan bir qəşəng ixtisar gedəcək. T çıx 5-lər getsin. Sonda qalır T plus 10 bölünsün T plus 5. Misalımız bizim T'li deyil, dax biz artırdıq. T'nin də yerinə sonda x minus y əvəzləyirik. X çıx y üstə 10, bir də x çıxılsın y üstə 5. Belə bir cavab axtarıq. A variantı. Getdik 70-ə getməyək. Kosekans var. Burada nə var? 71-i həll eləyə bilərik. A ilə B-nin cəmliyək, sonra maksimumuna, minimumuna baxarıq. 7x çıxılsın x kvadrat, çıx x çıxılsın 2. Yəni əslində misal bizə nə istəyir? -x kvadrat üstə gəlsin 6x çıxılsın 2. Bir kvadratik ifadənin minimum, maksimum qiyməti üçün 2 dənə yol var. Ya mötərizənin kvadratı kimi göstərməlisiniz ki, mənə bu yol daha rahatdır. Ya da ikinci yol ny bərabər mənfi diskriminant bölünsün 4 ayla hesablayın. Uşaqlar neysə bunu əzbərləyir. Maksimumu da tapır, hətta minimumu da tapır. Eyni yoldur. Gəlin elə mənfi diskriminant bölü 4 ayla gedək. Diskriminantın düsturu b kvadrat çıx 4ac bölü 4a. Bunu da hesablasaq bərabərdir. Mənfi b-nin kvadratı 6-nın kvadratı 36 çıxılsın 4 vurulsun a-mız -1, c-miz -2 bölünsün 4 vurulsun a-mız -1. Bu mənfilər ixtisar geçsin əvvəlcədən. Orada oldu mənfi 36-dan çıxanda 8-i qalır 28 bölünsün 4. Bu da verir yekunda 7. Yəni bunun maksimum qiyməti olur 7. D variantı. Loqaritma yox. Tek fonksiyon. 73-ə bir baxaq. Burada deyir bir tek fonksiyon var. Tek fonksiyon ya xətti funksiyon olur, kubik funksiyon olur. Bizə də deyir ki, f ilə bağlı məlumat verib, j ilə bağlı bir məlumatımız yoxdur. J də f-ə bağlıdır. Tamam. J2 deyirsə gətir x-lərin yerinə 2 qoy. Olur nə? J2 bərabərdir 2 dənə f -2 çıxılsın 2'nin üstü 5, 32. Tek fonksiyon üçün sizə belə bir şey yazaq. Tek fonksiyonda belədir ki, fx bərabərdir mənfi f mənfi x. Yəni o qiymətlər bir-birinin əksi olur. Yəni sənə f2-ni -5 veribsə, sən gəlib f -2-ni bunun əksini götürürsən, müsbət 5 götürürsən. Onda burada gətirib müsbət 5 yazsaq, yəni qaydaya dayalı bir şeydir, belə xüsusi bir düstur deyil. 10 çıxılsın 32-də verər sizə -22-ni. D variantı. Limit lazım deyil. Ayrı xətli trapesiya. Normal geometri sualımız. BY-yə 3K verək. YS'si 2K olsun. AD
Y olsun. Məsələn, DSS-də 2Y olsun. İndi bu sahə 6-dırsa, gəlin oturacaqdakı sahələrin nisbəti ilə gedək. 3K-ya baxan sahə 6-dırsa, 3-dən 6-ya keçəndə 2-yə vurublarsa, 2K-dan da keçəndə 2-yə vurursa, bu sahə olsun 4. Daha sonra bölgüyə nə formada baxın? Bax, bu 2-dən 3-gənə ayrı-ayrıqda baxırsınız. Görürsünüz bunu? Buradan 2Y-ə baxan sahə 6 ilə 4-ün toplamı 10-dursa, 1Y-ə baxan sahə də bunu 2-yə bölürsən. Yəni bu sahəndə olur 5. Bizə nə lazımdır? Ümumi fiqurun sahəsi AB isə 5 üstə 6 plus 4, bu da eləyir 15. Yekun sahəmiz 15. B variantı. Çevrənin mərkəzinin düsturu. Tamam, hər şey verib də bu sənə. Düstur budur ki, x çıxılsın 3-ün kvadratı, üstə gəlinsin y çıxılsın 4-ün kvadratı bərabərdir radiusun kvadratı 36. O qədər bir rahat bir sualdır ki, bunu belə saxlamayıb açırsan da aç. X kvadrat çıx 6x üstə gəlinsin 9, üstə gəlinsin y kvadrat. Yəni müxtəsərə görə açıq. 8y üstə gəl 16 çıx 36 bərabər 0. Buradan da olar x kvadrat çıx 6x üstə gəlinsin y kvadrat çıx 8y. 9, 16, 25. 25-dən 36-sı gedir, qalır -11 bərabər 0. Belə bir şey axtaraq. X kvadrat üstə y kvadrat çıx 6x çıx 8y çıx 11. Baxın, C variantında da elə. Sonra nəyimiz var? 78 qəşəng bir koordinat sualı. C var, A var. Bizə nə lazımdır? OBS-nin sahəsi. OBS-nin sahəsini nə edə bilərik? Ümumi üçbucağın sahəsindən ya ağı çıxardarıq, ya da bu körbucaqlı üçbucaqlıdır əslində. Bunun sahəsi üçün B nöqtəsinin koordinatı birincisi bizə lazımdır. Gəlin A-ya və C-yə görə bir xətti funksiya yazaq. Yəni bu C düz xətti var. Buna bir AC düz xətti deyək. AC düz xətti y bərabərdir kx plus b-də. Bu nöqtələri yerinə qoysaq nə olur? 2 bərabərdir 12k plus b. Bir də -4 bərabərdir 0 plus b. Bu sistemdən çıxardırıq ki, b-miz -4 imiş. B-nin də yerinə gətirib burada -4 qoysaq. 12k bərabərdir 6-ya. K-mız da olar 6 bölü 12-dən 2-də 1. K-sın B-sini tapdıq. Onda bu AC düz xəttinin baxdığı tənlik neymiş? Y bərabərdir kx plus b. Yəni 2-də 1x çıxılsın 4. Fonksiyonumuz bu. Bunu tapdıq. Bir də bizə nə lazımdır? Bu B nöqtəsi elə bir nöqtədir ki, x-in üstündədirsə, x-i bilmirəm nədir, amma y 100% sıfırdır. Gəlib biz də burada y-in yerinə 0 qoysaq, olar 2-də 1x çıxılsın 4 bərabər 0, 2-də 1x bərabər 4-də, x-imiz oldu 8. Həmin nöqtənin x-i 8 imiş. Buranı tapdıq. Bunu da tapandan sonra da sahəni tapmağa nə var ki, aşağıya 4 addım düşüb, sağa doğru 8 addım. S bərabərdir 4 vur 8 bölünsün 2. O da verir 16. Yəni düzbucaqlı üçbucaqlı da katet hasili söhbətindən. 16 C variantı. Sonra 79 paralel kenar. Lap yaxşı nələrimiz var imiş. 5, 2, 12, 14. Tamam. ABCD'nin sahəsi lazımdır. ABCD'nin sahəsindən əvvəl biz ümumi bu sahəni tapmalıyıq. Birincisi, daha doğrusu diagonal tapıb, diagonaldan sahəni tapıb 2 yerə vurmaq olar. Bir də nə görmək lazımdır? A ilə C-ni birləşdirəndə o diagonal ortadan bölünür, onsuz da. Məncə bunlar eyni çıxmalıdır. Bu paralellik və Z qaydasına görə. Bu kənarda 12 olur, bu hündürlükdə 5 olur qısası. Yəni bunun ümumi oturacaq nədir? S üçgən deyək də bura. 24 üstəki 26 vurulsun 5 bölünsün 2-dir. Paralelogram nədir? Bunu da 2-yə vurursan. 26 vur 5 bölünsün 2-ni də bir 2-yə vursaq, bu 2-lər də gedər. 26-nı da 5-ə vursaq, 100 oradan, 30 oradan. Ümumi sahəsi 130. D variantı. 80-ə gələk, bu düşmür sizə nöqtə lazım deyil. Bu da belə. Sağ olun yoldaşlar. Özünüzə yaxşı baxın. 21-ci denəmədə görüşərik.